İdmançı valideynlərinin səhvləri. Hörmətli valideynlər, övladlarınızın həm idmanda, həm də həyatda uğur qazanmağını istəyirsiniz. Lakin bəzən yaxşı niyyətlə etdiyiniz davranışlar onların inkişafına mane törədir. Birinci səhv, məşqçi işinə müdaxilə. Məşqçi övladınızın fiziki və psixoloji hazırlığını ən yaxşı bilən şəxsdir. Onun işinə qarışmaq həm uşağın, həm də prosesin ritmini poza bilər. Nə danışsan, necə başa sal? Mənim uşağımı məndən yaxşı tanıyırsan, ay müəllim. İkinci səhv, məşq və ya yarış zamanı uşağın diqqətini yayındırmaq. Valideynlərin bu cür müdaxiləsi istər məşq zamanı, istərsə də yarış zamanı idmançıların konsentrasiyasını pozur və nəticələrinə mənfi təsir göstərir. O olur da yarışda. Vur da, vur, nə deyəmsən? Başına vur, hakim vermədi xalı. Üçüncü səhv, məşqçinin yerinə qərar vermək. Bu bir çox hallarda baş verə bilir. Uşağın yarışa və yaxud da ki, istənilən bir prosesə hazır olub olmamasının qərarını məşqçi verir. Ona güvənmək vacibdir. Burada da biz necə eləyirlər, sanki önəmli bir şeydir, mən biz necə, uşaq hələ buna özünü hazır hiss eləmir. Bir dəfə eləmişdim, onda fitlə saniyə ölçən var idi. Verdim valideyn uşağı, heç necə məşqdə ki, qərar ver, nə vaxt hazır olsa apar yarışlara. Dördüncü səhv, evdə uşağı həddindən artıq məşqlə yükləmək və yaxud da ki, tam əksinə, evdə məşq edib etməməsinə nəzarət etməmək. Hər iki halda bu balanssızlıq övladınıza ziyan vuracaq. Beşinci səhv, nəticəyə tələskənlik. Bax, bu hissəsi var, bütün məşqlərin ürəyincətdə, hamısının başına gəlir. Yadda saxlayın, uğur təkcə nəticələrlə ölçülmür. İdman övladınıza səbir, xarakter və mübarizə öyrədir. Zamanla formalaşan bu keyfiyyətlər onu qələbəyə aparacaq. O 4 yaşında uşaqda gətirib idmana yazdırmaq. Deməli, bu nə vaxtda dünya çempionu olacaq? Neçə aya dünya çempionu olacaq? Altıncı səhv, uşaqların istəklərini nəzərə almamaq. Bəzi uşaqlar idmanı seçmək istəyir, lakin valideynlər onları təhsilə və yaxud da ki, digər sahələrə yönəldir. Mənə görə əsas məsələ uşaqların istəklərinə qulaq asmaq və onları dəstəkləməkdir. İdmanla təhsili birgə aparmaq, balanslı aparmaq mümkündür. Mən özüm təhsilim bakalavriat və magistratura pilləsi üzrə təhsil almışam və uğurla da bitirmişəm. Bu həqiqətən də mümkündür. Unutmayın, əsl dəstək övladlarınızın istəklərini nəzərə alıb, onlara uğurlu bir gələcək qurmalarına yardım etməkdir. İdman onların həm fiziki, həm mənəvi inkişafı üçün ən önəmli vasitədir. Artıq siz də bilirsiniz ki,